Biz sintaktik əlaqələrin keçən dəfə hansı növlərini öyrəndik? Tabeli əlaqələr, bir də tabesiz əlaqələr. Deməli, əlaqələr iki yerə bölündü, sintaktik əlaqələr. Burada həm tabeli, həm də tabesiz əlaqələr olaraq iki yerə bölündü. Bu əlaqələrdən, tabesiz əlaqələr haqqında biz sizə çox danışmışdıq, demişdik onun əsas göstəricisi nədir? Bərabər hüquqlu olması, sadalama intonasiyasının olması. Tabeli əlaqələrin də bir növünü danışdıq ki, sizə xatırlatdım ki, bunun uzlaşma, idarə etmə, idarə və bir də yanaşma əlaqəsi var. Uşaqlar, uzlaşma əlaqəsini bugün sizinlə bir yerdə müzakirə edilir. Göstərici. Hər əlaqənin müəyyən göstəriciləri olur. Baxın, tabesizdə dedik ki, bərabər hüquqlu. Tərəflər bir-birinə bərabər hüquqla birləşir, düzdürmü? Baxın, uzlaşma əlaqəsinin göstəricilərini kəmiyyət çəkiltisi hansıydı uşaqlar? Larlər çəkiltiləri. Mənsubiyyət çəkiltiləri yadınızdadırmı uşaqlar? Mənim qələmim, sənin qələmin, onun qələmi. Düzdür, bizim qələmimiz, sizin qələminiz, onların qələmi. Yəni, isim mənsubiyyətə görə də nə edə bilirdi? Dəyişirdi. Şəxs sonluğu yadınızdadırmı uşaqlar? Mən ustayam, sən ustasan, o ustadır. Biz ustayıq, siz ustasınız, onlar ustadırlar. Nəinki isim feillər də şəxsə görə nə edir? Dəyişir şəxs sonluğu. Bu həm də şəxs xəbər şəkilsizdə adlanır. Düzdür? Birinci şəxsin sonluğu nə adlanır? Şəxs sonluğu və yaxud da şəxs xəbər şəkilçiləri. Deməli, uzlaşma əlaqəsinin göstəriciləri nə oldu? Kəmiyyət şəkilçisi, mənsubiyyət şəkilçiləri, bir də nə? Şəxs xəbər şəkilçiləri. Başa düşdünüz? Bir də uzlaşma əlaqəsinin, uşaqlar, biz sizə həmişə demişdik ki, əlaqələrdə birinci tərəf hansı tərəf hesab olunurdu? Asılı tərəf hesab olunurdu. Amma uzlaşma əlaqəsində farq, biz belə demirik. Uzlaşma əlaqəsində biz deyirik ki, birinci tərəf necə olacaq? Əsas tərəf olacaq. Aydındır? İkinci tərəf isə asılı tərəf olur. Uzlaşma əlaqəsi özünü göstərir, göstəriciləri bunlardır və özünü göstərir nəyin arasında? Ən çox nöqtədə xəbərin arasında. Düzdür? Sonra da ismi birləşmələr var ki, biz orada yəlik halına görə, yəlik halının qeyri-müəyyənliyinə görə deyirik, birinci nöqtəyli söz birləşmələr, ikinci nöqtəyli söz birləşmələr, üçüncü nöqtəyli söz birləşmələr. Orada iki və üçüncü nöqtəyli söz birləşmələrin arasında uzlaşma əlaqəsi özünü nə edə bilir, göstərə bilir. Təbii ki, bu biraz sizə aid deyil, yəni bu birləşmələrin bu adları indi çıxarılır. Gəlin, mübtədə və xəbər arasında uzlaşma əlaqəsini öyrənək. Birinci uzlaşma əlaqəsi əslində tərəflərin bir-birini tam şəkildə izah etməsidir. Fikir verin. Yəni, birinci tərəf nədirsə, ikinci tərəfdə mütləq və mütləq ona nə olmalıdır? Uyğunlaşmalıdır, ondan uzlaşmalıdır, aydındır. Baxın, belə bir cümlə yazıram. Gül açıldı. Uşaqlar, gül neçənci şəxsdədir? Üçüncü şəxsdədir, bəli. Üçüncü şəxsin təkindədir, yoxsa cəmindədir? Təkindədir. Açıldı, xəbər neçənci şəxsdədir? Üçüncü şəxsdədir. Üçüncü şəxsin təkindədir, yoxsa cəmindədir? Təkindədir. İndi uşaqlar, biz bilirik ki, mübtədə cümlənin nə idi? Aparıcısıdır, öndə olanıdır, sərbəst cümlə üzvüdür, tabe deyil, aydındır, ibtida cümlənin başlanğıcıdır, fikir ifadə edən bir üzvüdür, düzdürmü? Baxın, mübtədə üçüncü şəxsin təkində olduğu üçün xəbər nə etməlidir? Məcburən onunla nə etməlidir? Uzlaşmalıdır, düzdür? Xəbər neçənci şəxsə düşdü? Üçüncü şəxsin təkindən düşdü, düzdürmü? Yadınıza gəlir, mən bunları dərs zamanı izah edirdim. Xəbər mənim vəzirim, mübtəda deyir, xəbər mənim vəzirim, yolumu hardan salsam, ardınca gəlir mənim. Niyə onu deyir? Yəni, mən üçüncü şəxsdəyəmsə, xəbər də mütləq üçüncü şəxsə düşüb, mənimlə nə eləməlidir? Uzlaşmalıdır. Aydın oldu. İndi əsas tərəf öz işini gördü mü uşaqlar? Əsas tərəf xəbəri özünə uzlaşdırdı mı? Uzlaşdırdı. Nəyə görə uzlaşdırdı? Şəxsə görə, yoxsa kəmiyyətə görə? Həsən, bax burada şəxs var, yoxsa kəmiyyət var? Şəxsə görə nəyə? Hələ ki, kəmiyyət yoxdur. Hər iki tərəf təkdir. Aydın oldu. İndi deyirəm. Uşaqlar gəldilər. Bizim mübtədamız təkdir, yoxsa cəmdir? Uşaqlar gəldilər. Təkdir, yoxsa cəmdir? Neçənci şəxsdir? Üçüncü şəxsin cəmindədir, doğrudur mu?
Bəs xəbər neçənci şəxsə düşdü yazan? Üçüncü şəxsin nəyinə düşdü? Cəminə düşdü. İndi biz burada mübtədanın yenə də xəbər mübtədaya tabi oldu. Xəbər mübtəda cəmdə olduğu üçün xəbər də məcburən nə oldu? Cəmdə olub ona tabi oldu, düzdür? Tərəflər yenə də uzlaşdılar. Amma nəyə görə uzlaşdılar? Həm şəxsə görə, həm də nəyə görə, Əlmurad? Kəmiyyətə görə uzlaşdılar. Həm şəxsə görə, həm də nəyə görə? Kəmiyyətə görə, düzdür? Demək, nə deyə bilərik? Uzlaşma əlaqəsi həm şəxsə görə olur, həm də kəmiyyətə görə olur tərəflərin arasında. Tərəflər təkdirlərsə burada şəxsə görə, tərəflər cəmdirsə şəxsə və kəmiyyətə görə uzlaşmış olurlar. Aydın oldu. İndi keçirik uşaqlar. Sizi adam eləyən mənəm. Burada uzlaşma ola bilməz. Bəzən uzlaşma çox az hallarda pozula da bilir. Mənəm burada birinci şəxsin təkidir, düzdür? Belə hallarda olur. Keçirik başqa bir misallara. Uşaqlar, birinci şəxsin təkində hansı əlaqə ola bilər? Mən şagirdəm. Mən şagirdəm. Birinci şəxsin təkində hansı əlaqə ola bilər? Kəmiyyətə görə yoxsa şəxsə görə? Şəxsə görə. Niyə? Birinci şəxsin təkidi yalnız burada tək şəxs onluğu iştirak edir. Xəbərdə nə oldu? Birinci şəxsin nəyinə düşdü? Nəzrin təkinə düşdü. Şəxs onluğunu qəbul elədi. Bax, şəxs xəbər də deyə bilərsiniz, şəxs onluğu da deyə bilərsiniz. Əlmurad, başa düşürsən? Bax, mən şagirdəm. Mən mübtədası şagird sözündən aldıq alınan birinci şəxsdən üçüncü şəxsdən çıxardıb neçənci şəxsə gətirdi? Birinci şəxsə gətirdi. Başa düşdün? Mən şagirdəm. İki də sən şagird necə olur Əlmurad? Şagird sən. Hansı əlaqə oldu burada? Şəxsə görə yoxsa kəmiyyətə görə? Yenə də şəxsə görə. Aydın oldu çünki tərəflər hər ikisi təkdir. Aydındır. Onlar şagirddirlər, hansı əlaqə olacaq Fuad? Kəmiyyət və şəxsə görə. Aydın oldu mu? İndi keçirik mübtədanın ifadə vasitəsi üçüncü şəxsə görə. Görək necə olur? Uşaqlar, mübtədanın üçüncü şəxsi o anlayışı. O üçüncü şəxs həm insanı ifadə edir, Əlmurad, həm heyvanları, cansız əşyaları ifadə edə bilir. Aydındır, yəni üç məfhumdan o üçüncü şəxs idarə edə bilir varlıqları. İndi bunu nəzərə alaraq mən nümunələr yazıram. Yazıram ki, uşaq ağlayır. Uşaq ağlayır. Uşaqlar ağlayır. Dovşanlar qaçır və ya qaçırlar. Qaçırlar. Sizlərə də yazın. Bir də yazıram ki, ağaclar gəlin baxaq mübtədalara. Uşaqlar, bizim birinci mübtədamız təkdədir, düzdür? İnsan anlayışıdır da, elədir. Təkdə olduğu üçün xəbərdə nə oldu? Təkdə oldu. Uzlaşma əlaqəsi yarandı şəxsə görə, düzdürmü? İkinci mübtədamız insan anlayışıdır. Cəmdədir, elədir. Xəbər mütləq nədə olmalıdır? Cəmdə olmalıdır. Ağlayırlar. Tərəflər bərabərləşdirmir, uzlaşdırmır uşaqlar. Yəni mübtəda insan anlayışını bildirib cəmdə olanda xəbər mütləq cəmdə olmalıdır. Düzdür? Bax, bu zaman nə əlaqəsi yarandı? Şəxsə görə və kəmiyyətə görə uzlaşma yarandı. Keçirik növbəti. Heyvan anlayışını ifadə edən mübtəda cəmdədir uşaqlar. Baxın, cəmdədir. Görürsünüzmü? Xəbər necədir burada? Xəbər təkdədir, burada isə xəbər cəmdədir. İndi mənə deyin görün, burada həm şəxsə görə, kəmiyyətə görə uzlaşma yarandı da elədir. Amma yuxarıdakında isə nəyə görə yarandı? Tam şəxsə görə. Çünki bir tərəf nə oldu? Kəmiyyətə görə uzlaşa bilmədi. Keçirik növbətiyə.
de. Uşaqlar, mən burada ağaçlar kəsildilər qoysam, doğru olar. Niyə? Çünki mütləq cansız olanda, cəmdə olanda xəbər mütləq və mütləq normamız, qrammatik normamız bizə deyir ki, xəbər mütləq nə olmalıdır? Təkdə olmalıdır. Ağaçlar kəsildi. İndi mənə deyin, burada hansı əlaqə mövcud oldu? Nəyə görə əlaqə oldu? Şəxsə görə oldu, kəmiyyətə görə nə olmadı? Alınmadı. Çünki norma belə tələb edir. Aydın oldu. İndi mənsubiyyət keçəndə də, mənsubiyyət tərəflərində də, məsələn, mənim anam, burada da uzlaşma əlaqəsi var. Birinci şəxsəyə tabi olur, yarı yalında olan sözə uzlaşma əlaqəsi nə olur? Yalınır burada. Aydın oldu?